Şamaxıda ard-arda zəlzələ baş verib. Zəlzələ ətraf rayonlarda 5 bala yaxın hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seizmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiq qızı baş verən zəlzələlərin vaxtlarını maqnitudasını açıqlayıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən 27 fevral 2026-cı il tarixində Şamaxı rayonunun ərazisində 2 zəlzələ qeydə alınmışdır. Belə ki, yerli vaxtla saat 15:52-də Pirqulu seysmik stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınmışdır. Maqnitudası 4,7 olan zəlzələ episentrdə 5 bala yaxın ətraf rayonlarda və yaşayış məntəqələrində 4,3 bal gücündə hiss olunmuşdur. Zəlzələ ocağının dərinliyi 13 kilometrdir. Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən yerli vaxtla saat 16:05-də Şamaxı rayonunun ərazisində maqnitudası 3,3 olan daha bir zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağının dərinliyi 10 kilometrdir. Bu zəlzələ hiss olunmayıb. Ard-arda baş verən zəlzələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seizmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, afterşoklar davam edir. 30-a yaxın afterşoklar baş verib. Bu deməkdir ki, enerji boşalması gedir. Burada deməli ocaqda katastrofik ilkin o baş vermiş zəlzələdən daha güclü zəlzələ olmaq ehtimalı yoxdur. Yəni əhali də narahat olmasın, dağıdıcı gücdə baş verən zəlzələ ehtimalı gözlənilmir. Bu cür deməli bu təkan dərində olduğuna görə onun deməli hiss olunma əhatəsi böyüyülüb. Yəni əksər rayonlarda bu hiss olunub. Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. Aytən Verdiyeva, Nərminə Kamalova, APA TV.